növbəti illərdə artıq aparacağıq. Çünki buradan çıxan sürgünlər bizim buranı barı otuzdurmağa sövq eləyəcək. Hətta bəzi hissələrində də müşahidə oluna bilər. Və buradan çıxan budaq artıq növbəti illərdə budama şəkilləndirməyə gedəcək. Bu birinci çıxan 10 santıdan, birinci vurulan 10 santıdan artıq alınandır. İkinci 10 santısı vurulub, 15 santısı bu şəkildə vurulub buradan. Ancaq bir budağı görsünüz ki, saxlanılır. Və bu da məhsula oturmadır. Məhsula oturma dedikdə nədir? Tumurcuqların şəkərli miqdarının yetərincə olduqdan sonra özünün generativ orqanlarının çoxaldılmağı, yəni nəsil artırılmasının çoxaldılmağa sövq eləməsidir. Bu da bununla əlaqəlidir ki, sırf olaraq nəsil artımı çiçəkdən, meyvədən çıxan tumdan özünü artırmasıdır. Və burada gördüyümüz sırf olaraq ikinci 10 santdan vurulan, 15 santdan vurulan hissəni vurmayıb saxladığımız və